borçlarım dəhşət çox alıb. Kartımda da axırıncı 200 manat pulum qalıb. Onunla da kredit ödəyəcəm. Mənə nə çağırdınız? Qaqa narahat olmayın, otur çay içəcəyik. Hayır, oradan bir çaylık çay verə görək bura. Yaxşı da onda bir dənə çay bitib gedirəm. Bu nədir? Mən sizin babanızın vəkiliyəm. Babanızın vəfatından sonra sizə küllü miqdarda miras qalıb. Özünüz və kart hesabınız haqqında məlumatları mənə göndərin, pulu sizin banka hesabınıza köçürək. Ay ofisial. Buyurun müəllim. Qardaşım bizə bir dənə 2 saat gətirirsən. Yanında turşusu, salatı, suyu. Nə var o bekdə gətir doldu oldu. Başla müəllim. Hayır, bəyək sən ağlamırdın ki, mənim pulumuz adam yoxdur, kredit ödəyəcəm. Və bir şey nəyə sifariş verirsən bura? Sizin nəyinizə lazımdır? Siz yiyinizi kef eləyin də. Ürəyim partladı, qaqa deyəcəm. Qaqa, mənim babamla miras qaldı, miras. Ay, sən xəstəsən, sənin baban kətdə qoyun aparmırdı. Bu kişinin hardan mirasa çıxdı? Çox gümankı olar, fırıldaqçıdır ha, bax sana deyirəm. Mənə də elə mesajlar gəlir. Nə fırıldaq, siz dəlisizə, elə şey olmaz. Qardaşım, burada hələ SMS korunma var. Bunu aktivləşdirirsən, sənə bir də spam mesajlar gəlməyəcək. Nə danışırsınız mən də bunu götürüb kart hesabınıza datasıydı. Bax, indi mənə inandın, gördün. Sən də get kontakt proqramını yüklə, belə spam mesajları sağa gəlməsin. Kimdə yazdı, nömrəsini vurursan, sıra adına nə yazıqlar çıxacaq. Allah sizdən razı olsun qaqa. Siz olmasanız axırıncı pulumu da alacaqlar məndən. Qaqa, görürsən, dostlar gündə kanları yerdə rahat olma. Qaqa, gəl bunları aparayım, bunlar lazım olmaz. Senin de kayfın yaman, benim de.